hər sevinci bölüşməyin, hər sevinci statusda çıxartmayın. Belə deyək də, bəzi vaxtlar hər şeyi adam çıxardır ortaya, o da görür, o da məsələn, başlayır qəlbində elə bir kin, küdurət. Bəzi adamlar, bəzi insanların xüsusiyyəti budur ki, başqasının xoşbəxtliyinə razı ola bilmir. Heç yaxşı deyir də, pulsuz sərirə deyirlər. Sən də bilirsən, elə də çox çıxartmada hər şeyi ortaya. Biraz kənarda saxla. Lazımdır ki, adam elə bütün xoşbəxtliyini elan versin, göstərsin və insan o tərəfdə də bilirsən, o həsəd əhlidir. Onu elə bil, o içindəkiləri oyadırsan. Birinci, özün. İkinci, Allaha sığın. Min şərri həsidin izə həsəd. Baxın, bu ayədə Quran-ı Kərimdə ilahi. Sənə pənah həsəd eləyənin həsədindən. Allaha sığınmalısan, Allaha. Allaha sığınmaq da budur ki, Allahın qalasına daxil olmalısan. Allahın da qalası la ilahə illallahdır. La ilahə illallah, yəni insan onun buyruqlarına uyğun yaşamalıdır. Maksimum onu istəklər üçün yaşamalıdır. Nəfsaniyyətlə yox. Ya insanın bəzi vaxtlar nəfsi ilahdır. Əfərəytə mən ittəxəzə ilahəhu həva. Peyğəmbər gördünmü o kəsi ki, nəfsidir onun ilahı. Deyirsən, niyə edirsən? Deyir, ürəyim belə istəyir. Sən belə eləsən yaxşı olmaz. Mən belə istəyirəm, yəni mənim nəfsimdir mənim ilahım. Elə ki, ilah insanın nəfsi oldu, insan daha nəfsin əsarətindədir, Rəbbin qalasında deyil.